Qəzetimiz vasitəsilə insanların hüquqlarını qoruyuruq, millətimizə vəkillik edirik. Bəzən bir yazarımızın, bir müxbirimizin bir telefon zəngi, iqtidar yönümlü bir deputatın telefon zəngindən daha əhəmiyyətli, daha effektli olur. Millətə vəkillik edən bir qəzetin redaktoru, təsisçisi kimi indi üzümə millətə tutub, 42 min əhaliyə tutub, onlardan mandat istəyirəm, vəkillik istəyirəm. Və deyirəm ki, bircə gün, hətta yarım saat, yanımda olun ki, 5 il yanınızda olun və sizin əvəzinizə sizin problemləriniz. Sizin açıqlayın. Noyabrda yarım saat vaxt sərf eləmək yetər ki, parlamentdə və özünüzə ruhunun köynəyi kəfəndən olan, heç kimdən, heç kəsdən qorxmayan, çəkinməyən, sizin sözünüzü hər yerdə deməyi bacaran, həbsxanalardan belə yılmayan, çəkinməyən bir insan, bir millət vəkili qazanasınız. Mən bunu sizə təklif edirəm, özümü sizə təklif edirəm və sizin ayağınıza gəlmişəm, sizdən səs istəyirəm. Bizdən əvvəl burada toplantı keçirdi. Məlumatımız var, %90% SOCAR-ın əməkdaşları olub burada. Seçici olmuyor. Seçicilər çox az şəkildə olublar. Bəlkə də bir neçə nəfər olub. Yəni, bu saxtakarlar nəyə lazımdır? Bunlar kimi anladırlar? Şairimizin Məmməd İsmail'in bir sözü var. Kimi anladırsan? Azalım olur. İndi onun başqa bir də dəyişməyi var, amma bunlar kimi anladırlar? Ondan əvvəl bir nəfərin toplantısı olub. Bilirsiniz, neft sənayesinin işçiləri Azərbaycanı dolandırırlar, Azərbaycanı yaşadırlar, Azərbaycana para qazanırlar, o neftçi əlləri, neftçi əməyi, Azərbaycan saklayan olar. Amma bu neftçi rayonuna baxın, dediyim kimi, əksər binaların hamısının bütün sistemi, kommunikasiyası köhnəli və zəzəmlər suyun içərisində. İnsanlar əziyyət içərisində. Neftçilərin bayram pulunu kəsiblər. Neftçilərin təqaüdlərini azaldıblar. Neftçilərin təxminən 10 min nəfərə yaxın peşəkar neftçini mən statistik istədiyim. Məzuniyyət adı ilə məcburi məzuniyyətə göndərib sonra da geri qaytarmırlar. Əvəzinə 8 min mühafizəçi adından qoşun duyunublar özlərine. 8 min. Bir gün onların bir hissəsi buralarda olub və indi də var. Yəni bu xalqın parasını, pulunu bu cür sürülmək, solurmaq, talan eləmək və insanlara, onu qazanan insanlara ondan heç olmasa bir misal pay verməmək Allah qarşısında da, millət qarşısında da götürülməz bir məsələ. Bütün məsələləri bilirik, bütün problemləri bilirik. Bölgənin bir növ qalxınma proqramı deyilən bir proqram hazırlamışıq. Bizim mütəxəssislər vasitəsilə, iqtisadçılarımız vasitəsilə. Bir aydan yuxarıdır ki, biz bu bölgənin problemlərini incəliyirik. Bizlə görüşən bölgə sakinləri ilə, rayon sakinləri ilə söhbət edirik. Onlardan sizi hansı problemlər narahat edir və hansı problemlər var deyə sorğular soruruq. O cavablar əsasında da bir proqram hazırlamışıq. O proqramı mən millət vəkili olmamışdan əvvəl də tirajlayacağım. Əlimdə böyük bir media gücü var. O media gücü vasitəsilə bütün dövlət strukturlarını ölkənin diqqətinə çatdıracaq. Və millət vəkili olandan sonra inşallah bu dəfə bizim dostlarımız orada çox olacaqlar. O dostlarımızın da köməyi sayəsində Nizami rayonuna Azərbaycanın neft sənayesini və Azərbaycanı ayaqda saxlayan insanların yaşadığı, çoğunluqla yaşadığı bu rayona biz çalışacağıq ki, çox yaxşı şeylər, çox gözəl şeylər tətbiq edirik. Burada, bu rayonda 5 böyük müəssisə fəaliyyət göstərir. 5 böyük müəssisə. Neft şirkətidir, Telsun yağ zavodudur, NGT deyilən kauçuk, sintetik materiallar istehsal edən bir şirkətdir. Neft emalı zavodudur və bir də səhv etmirəmsə bir maşın qayırma zavodudur. Bu zavodların hər birinin bölgə ekologiyasına çox böyük mənfi təsirləri var. Əvəzində onlar sizlərə pul ödəməlidir. Dünyanın harasında olsa belə olar. O bölgəyə, o əraziyə zərər yetirirsə,
həmin bölgəyə fondlar yaradılır. O bölgənin qalxılması üçün, yaşıllaşması üçün, insanların müəyyən kreditlər alıb fəaliyyətlərini qurması üçün və burada yaşamını davam etdirməsi üçün, tibbi xidmətinin ucuzlaşdırılması üçün hər bir məsələ ilə bağlı olaraq fond yaradıb para ödəməlidir. Çünki buradan pul qazanırlar. Mən onları vadar edəcəm. O fondu yaradacağım və onları vadar edəcəm ki, onların hər biri o fonda pul ödəsinlər və yəni bunlar qanunən Azərbaycanın indiki halında da mümkün olabiləcək bir şeylərdir. Heç yana, heç tərəfə onlar manevr edə bilməzdir. Avropa məhkəməsinə qədər gedib onları buna vadar edəcəyik, məcbur edəcəyik. Və bölgədə işsizliyin sayı artıb son illərdə. Biz o fondda toplanan pullar nəticəsində sayəsində gənclərə kredit verəcəyik. Kiçik biznesin maliyyələşdirilməsini təşkil edəcəyik. İş yerlərinin, xırda ticarətin dəstəklənməsini təşkil edəcəyik və belə bir proqramımız var. Parlamentə düşməyimizlə bu proqramın start verilməsi mənə elə gəlir ki, bir neçə ay məsələsi olacaq. Bayaq da dəfələrlə qeyd elədim. Kanalizasiya sistemlərinin, istilik sistemlərinin, infrastrukturun, su xətlərinin çox ciddi şəkildə dəyişilməsinə ehtiyac var. Biz heç millət vəkili olmadan bu 2 il ərzində biləsiniz. Xeyli binanın bu problemini həll etmişik. Yazaraq icra hakimiyyətinə müraciət edərək və yeni gələn icra hakimiyyəti də bizim müraciətlərimizə, bizim yazılarımıza reaksiya verərək bu problemləri həll etməkdir. Yəni bunun millət vəkilliyinə, səsliyə, deputatlığa heç bir dəxli yoxdur. Bunu davam etdirəcək. İnsanlarımızın problemini bir miskal belə azaldılması, onların əzablarının bir miskal da olsa azaldılması dünyanın ən böyük savabıdır. Nə xoş ki biz bu savabı qazana bilirik. Amma millət vəkili olarkən bu işi sistemli, proqramlı şəkildə yerli hakimiyyəti və digər strukturları işlətməklə, həm əlimizdəki media gücü vasitəsilə, həm də millətdən aldığımız mandat vasitəsilə onları buna vadar edəcək. Mən maraqlanmışam. Bir neçə istiqamətdə istilik sistemlərini dəyişirlər, su xətlərini dəyişirlər. Amma müəyyən qədər çəkirlər, binaya 7 metr qalmış deyirlər, simeta tutardı, pulumuz tutardı. İnsanlar binadan pul yığırlar özləri. O 7, 8, 10 metri, 20 metri də özləri çəkib və başqa işlərdə özləri edirlər. Böyük yeyintilər var. Mən millət vəkili olandan sonra indi qorxulacağıq bu icra hakimiyyətinin zatıdır. Amma belə şeylər mümkün olmuyor. Bunu edə bilməyik. Hər hansı bir şikayətin arxasında gedib, hər hansı bir incilən adamın maraqlarını, mənafeyini müdafiə edib, bölgə insanının maraqlarının qorunmasını təmin və təşkil edəcək. Seçki qabağı sakinlərin çox maraqlı bir taktikası var. Zəngin və hakimiyyətdən olan deputatları yaxşıca işlədirlər. Deyirlər, onu deyirlər, bunu deyirlər, yol çək, xeyir şərirlərinin damını dəyişdir, başqa işdir. Düz edirlər, düz edirsiniz. Eləyin onlar. Əvvəla mən buradayam, bizə bir növ rəqabəti təşkil etmək üçün onlar pul xərcləməyə məcburdular və eləyəcək. Savabı bizimdir, xeyri sizin olsun, Allah xeyir versin. İkincisi isə mənim gözəl xalqım bilir ki, bir də bunlar ələ keçməyəcək. Partizan kimi getdilər. Ona görə nə mümkün deyil etmək lazımdır. Bu sizin pullardır, xalqın pullardır. Oğurluyublar, yığıblar, bir qədər də daha çox xərclətmək lazımdır. Daha çox. Amma biz buradayıq. Mənim ofisim dediyim kimi, Rüstəmov küçəsi 44-də ünvanda yerləşəcək. Burada vətəndaşlardan ola bilər, ora gəlib gediblər. Redaksiyanın qapısını açan insan 2 dəqiqədən sonra baş redaktor olsam da mənlə görüşürlər. Görüşə bilirlər, dəftərini deyirlər. Düzdür, 5 dəqiqə, 3 dəqiqə söhbət edir və bir müxbirimizi ayırır, onun dəftərini yazır. Amma demək istədiyim nədir? Ofisimin, otağımın pəncərələri 25-ci dairəyə açılır. Ətrafımdakı insanlar hamısı mənim seçicilərimdir. Gedəcəyimiz istəsək belə, Allah eləməmiş bir yerimiz də yoxdur. Yəni, məskənimizi, yurdumuzu buraya salmışıq. Mən buranın sakiniyim. Sizlə bir yerdəyəm
və axıra qədər də davam edəcəyik inşallah bu birgəliyimizi sizlərin sayəsində. Əzizlər,